Salam izləyicilər. Siz heç qarğıdalının nə qədər faydalı olduğunu bilirsiniz? Bu faydalı məlumatdan xəbərdar olmaq üçün videonu sona qədər izləyin. Qarğıdalı zəngin tərkibi ilə bədənimiz üçün bir çox müsbət xüsusiyyətlərə malikdir. Lakin bəzi hallarda diqqətli olmaq lazımdır. Faydaları: qarğıdalı həzm sistemini qoruyur. Tərkibindəki yüksək lif sayəsində bağırsaqların fəaliyyətini yaxşılaşdırır və qəbizliyin qarşısını alır. Qarğıdalı göz sağlamlığı üçün xeyirdir. Belə ki, sarı qarğıdalının tərkibində olan vitaminlər güclü antioksidantdır. Bunlar gözləri yaşla bağlı yaranan torlu qişə problemlərindən qoruyur. O həm də enerji mənbəyidir. Belə ki, onun tərkibindəki sağlam karbohidrat bədənə sürətli və davamlı enerji verir. B qrup vitaminləri ilə zəngindir, xüsusilə B1 və B9, yəni fol turşusu vitaminləri ilə zəngindir. Bu da sinir sisteminin fəaliyyəti və hüceyrə yenilənməsi üçün çox vacibdir. O glutensizdir, çölyak xəstəliyi olanlar və gluten həssaslığı olan insanlar üçün əla bir taxıl alternatividir. Lakin onun xeyri olduğu qədər bir o qədər də ziyanları vardır. Belə ki, qan şəkərini sürətlə qaldırır. Tərkibində nişasta, karbohidrat nisbəti yüksək olduğu üçün şəkərli diabet xəstələri qarğıdalını çox diqqətli və ölçülü istehlak etməlidirlər. Belə ki, qarğıdalı çəki artımına səbəb ola bilər. Həddindən artıq yeyildikdə tərkibindəki kalori və karbohidrat səbəbindən çəki artımına yol aça bilər. Həzm çətinliyi yarada bilər. Bəzi insanlarda çiğ və ya tam bişməmiş qarğıdalı dənələri qaz və şişkinlik yarada bilər. Bəs uşaqlar və böyüklərin də sevdiyi popkornu necə istehlak etməliyik? Ziyanlıdırmı? Popkorn əslində bütöv taxıl sinfinə daxildir və öz-özlüyündə olduqca sağlam bir qəlyanaltıdır. Lakin onun sağlam olub-olmaması bişirilmə üsulundan asılıdır. Evdə az yağda və ya yağsız patladılmış popkorn liflə zəngindir, kalorisi aşağıdır və toxluq hissi verir. Antioksidant tərkiblidir. Hazır paketlənmiş və kinoteatr popkornları, bu növ popkornlar çox və yüksək miqdarda kərə yağı, margarin, duz və dadlandırıcılar ehtiva edir və belə popkornlar ziyandır. Sosial şəbəkələrdə və internetdə qarşımıza çıxan oyuncaq və muncuq kimi parıldayan çoxrəngli qarğıdalılar tamamilə təbiidir və genetikdir. Bu növ qarğıdalı Amerika yerlilərinin, yəni hinduların qədim toxumlarının çaşbazlaşdırılması yolu ilə uzunillik seleksiya nəticəsində əldə edilib. Ən məşhur növü şüşə muncuq adlanır. Rəngli qarğıdalıların tərkibindəki fərqli rənglər, göy, bənövşəyi qırmızı rənglər onlarda yüksək miqdarda antioksidantın olduğunu göstərir. Və bu antioksidantlar bədəndəki iltihabı azaldır və immun sistemini gücləndirir. Bəs onlardan necə istifadə edirlər? Bu qarğıdalı növü birbaşa qaynadılıb yeyilmək üçün çox uyğun deyil. Çünki dənələrinin qabığı çox bərkdir. Onlardan adətən popkorn hazırlamaq üçün istifadə edirlər. Un ütmək üçün istifadə edirlər və dekorativ məqsədli evlərin bəzədilməsində istifadə edirlər. Bəs siz qarğıdalını sevirsiniz? Video sizə faydalı olsa kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın.